Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işinə başlayır. Fransanın Strasburg şəhərində aprelin 12-sinədək davam edəcək iclasda Gürcüstan, Türkiyə, Ukrayna və Serbiya ilə bağlı məsələlər müzakirə ediləcək. Sessiya çərçivəsində Qəzzanın humanitar blokadasına dərhal son qoyulması və atəşkəsin bərpası üçün təcili çağırış mövzusunda müzakirələr aparılacaq. Təbii ki, Azərbaycanla bağlı da müzakirələr aparılacaqmı bu barədə az sonra biz qonağımızla danışmağa çalışacağıq əziz tamaşaçılar. İndi, əziz tamaşaçılar, biz davamında artıq ölkə gündəminə keçəcəyik. Qaxda, dağda bir uçqun olub, deyirlər belə böyük sürüşmə birinci dəfədir görürəm, sakinlərin dediyi budur. Baxaq görə vəziyyət necədir, birazdan danışacağıq. Sahibsiz itlərlə bağlı məsələlər günü-gündən digər regionlarda da artıq gündəmə gəlməyə başlayır. Goranboyda sakinlər sahibsiz itlərin hücumuna məruz qalıblar. 64 yaşlı qadın sahibsiz itin daha dəqiq desək hücumuna məruz qalıb. Bu da artıq vəziyyəti daha da qərizləşdirir. Bunu necə reaksiya vermək olar, necə etmək olar çox maraqlı bir məsələdir. Neftin qiymətində azalma var. Dünya birjalarında və ümumiyyətlə bunun ölkəmizdəki maliyyə vəziyyətinə təsiri barədə də birazdan danışacağıq. Və digər məsələlərdə təbii ki, birazdan sizdən gələn şikayətlər, sizin bizə bildirdiyiniz məsələləri çəkib işıqlandırmışıq, təqdim edəcəyik. İndi qeyd etdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayır. Müzakirə olunacaq məsələləri bir qədər danışacağıq. Hüquq müdafiəçisi Əhməd Şahidovla bağlantıdayıq. Əhməd müəllim, xoş gördük. Fransadan bağlanırsınız bizə. Sabahınız xeyirli olsun. Sabahınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Təşəkkür edəvətimizi qəbul elədiniz. İndi Aşman yaz sessiyasından danışırıq. Müzakirə olunan məsələləri bir qədər siyahı kimi, başlıqlar kimi qeyd eləyiblər. Sizin təxminləriniz nələrdir və Azərbaycanla bağlı məsələlər sizcə qaldırılacaqmı? Çünki bizim də təbii ki, çatdırmaq istədiyimiz mövzular var və s. Bəli, Bakı TV izləyicilərini Fransanın Strasburg şəhərindən salam verirəm. Bir neçə saatdan sonra burada Aşmanın yaz sessiyası öz işinə başlayacaq və aprel ayının 11-nə qədər davam edəcək müzakirələrdə indidən elan olunmuş əsas müzakirə predmetləri Türkiyədə İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu'nun həbsi və Türkiyədə davam edən etiraz aksiyaları, habelə Gürcüstana bu ilin yanvar ayında keçirilmiş qış sessiyası zamanı 3 ayrılıq vaxt verilmiş. Bəzi şərtlər irəli sürülmüşdü ki, ötən ilin parlament seçkilərinin nəticələri ləğv olunsun, Gürcüstanda yeni parlament seçkiləri keçirilsin. Bu şərt Gürcüstan tərəfindən qəbul edilməmişdi və aprel ayında bugün artıq həmin möhlət bitir. Çox güman ki, Gürcüstanın da Aşbada akkreditasiyası ləğv ediləcək və daha sonra ənənəvi olaraq Ukraynada müharibə, Rusiyaya qarşı çıxışlar ediləcək gözlənilir və yeni ölkələr var. Məsələn, Serbiyada bugün davam edən etiraz aksiyaları, hökumət əleyhinə etiraz aksiyaları, hökumətin buraxılması və yeni baş nazirin təyin edilməsi ilə bağlı Serbiyaya qarşı çıxışlar ediləcək gözlənilir. Daha sonra Macaristanda LGBT nümayəndələrinə qarşı təzyiqlər və onların paytaxt Budapeştdəki paradına keçirilməsinə qadağan edilməsi də əsas müzakirə predmetidir. Yaxın Şərqdəki vəziyyətlə bağlı ənənəvi çıxışlar gözlənilir və əsas fikir verirsinizsə, əsas fikir Avropa ilə uzlaşmayan, Avropadan, Brüsseldən gələn, Fransadan gələn şərtləri yerinə yetirmək istəməyən, Aşba üzvü olan ölkələr əsasən müzakirəyə çıxarılır, onlara qarşı sanksiyalar tətbiq edilməsinə çalışır. Artıq Azərbaycan bir ildən artıqdır ki, Aşbada təmsil olunmur, Azərbaycan nümayəndə heyəti bu müzakirələrə qatılmır. Təbii ki, bunu fürsət bilən Ermənistandan olan deputatlar, Fransadan, Almaniyadan olan deputatlar yenə Azərbaycan əleyhinə çıxışlar edəcəklər. Xüsusən də bu günlərdə Bakıda məhkəməsi davam edən erməni əsilli şəxslərin azadlığa buraxılması ilə məsələsi müzakirəyə çıxarılacaq və burada qəribə bir tandem var. Ermənistandan olan deputatlar sanki özlərini bəşəri insan haqları müdafiəsi kimi təqdim edərək Azərbaycanda son həftələrdə həbs edilən jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinin də məsələsini qaldırmaqla onları həmin o erməni əsilli şəxslərin məsələsi ilə birləşdirir və nəticədə Arkadi Qukasyanı, Bako Saakyanı, Ruben Vardanyanı və digər erməni şəxslər ki, Azərbaycan əleyhinə müxtəlif müharibə cinayətləri
törədiblər. Həmin erməni əsilli şəxsləri vicdan məhbusu, siyasi məhbus kimi təqdim edirlər və bu gün həmin şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışlar edirlər. Və Türkiyədə baş verən hadisələrlə bağlı ki, tənqidi çıxışlar gözlənilir. Burada Türkiyə-Azərbaycan məsələsi də birləşdirilərək bir eyni cəbhədən həm Azərbaycana qarşı, həm də Türkiyəyə qarşı çıxışlar ediləcək. Və Serbiyada, Macaristanda bugün baş verənlər də elə baş nazir Viktor Orbanın, belə Serbiya prezidenti Vučićin Brüssel əleyhinə çıxışları fonunda baş verir ki, bu həmin ölkələrin də bugün müzakirə çıxarılması heç də təsadüfi deyil. Və mən bir şey də xatırlatmaq istəyirəm Baku TV izləyicilərinin diqqətinə ki, hələ bir neçə gün bundan öncə Almanya prezidentinin səfəri öncəsi Almaniyanın dövlət televiziyası Deutsche Welle'də tələm-tələsik hazırlanmış Fransa tərəfindən, Fransadakı erməni diasporası tərəfindən hazırlanmış o sənədli filmdə elə Aşvanın yaz sessiyası üçün bir zəmin idi. Azərbaycan əleyhinə Avropada bir informasiya materialı, tezisi ortaya ataraq Aşva deputatları üçün bir material hazırlayırlar. Çünki Aşvada bugün Avropalı deputatların əksəriyyəti Azərbaycanda həqiqətən nələrin baş verdiyini məlumatlı deyirlər. Kimi, nə üçün həbs edirlər? Ümumiyyətlə, Qarabağ müharibəsində Azərbaycanın mövqeyi nədir? Çoxu bilmir. Bilənlər də anti-Azərbaycan mövqeyindən çıxış edərək gərəz nümayiş etdirirlər və Deutsche Welle'də belə bir sənədli filmin tələm-tələsik hazırlanması məhz həmin deputatlar üçün bir yol xəritəsidir ki, Aşvanın yaz sessiyasında Azərbaycan əleyhinə çıxışlar edilsin, Bakıda məhkəməsi davam edən erməni əsilli şəxslər siyasi məhbus, vicdan məhbus kimi təqdim edilsin, onların azadlığa buraxılması tələb olunsun və elə daha demokratik, tərəfsiz görünmək üçün həbs edilən Azərbaycanlı jurnalistlərin də, vətəndaş cəmiyyəti fəallarının da azadlığı tələb olunsun və Azərbaycan hakimiyyətinə qarşı, Azərbaycan dövlətinə qarşı sanksiyalar tətbiq edilməklə bağlı çağırışlar edirlər. Burada da Avropa institutlarının ikili standartları var. Çünki illərdir ki, yaxın şərqdə davam edən müharibə, hətta beynəlxalq kriminal məhkəməsinin baş nazir Netanyahu'ya həbsi ilə bağlı qərarı heç bir zaman Aşvada müzakirə edilmir. Bugün ABŞ-da, Kaliforniya ştatında prezident Donald Trump'a qarşı etiraz aksiyaları var. Heç kim bu barədə danışmır, amma Azərbaycanla bağlı, Türkiyə ilə bağlı hansısa bir müzakirə olanda hamı səfərbər olur, sərt şəkildə tənqid edirlər. Hətta bəzi Azərbaycanlı müxalif fəallar var ki, onlara platforma verirlər, konferans zalları ayırırlar ki, və bir növ Avropalı deputatlar Azərbaycan, Türkiyə, yəni bu kimi ölkələr var ki, Avropadan gələn şərtləri, tapşırıqları yerinə etməkdən boyun qaçırırlar. Həmin ölkələrə qarşı səfərbər olurlar. Burada Fransanın mövqeyi ilə ciddi şəkildə öz əksini göstərir. Çünki tək başına Ermənistan nümayəndə heyəti, Ermənistan tərəfi bütün bunları eləyə bilməz. Fransanın təşkilatçılığı ilə, Fransanın və Almaniyanın hardasa işbirliyi ilə Azərbaycanı Aşvadan uzaqlaşdırmağa nail oldular. Azərbaycan əleyhinə çıxışların, qərarların qəbul olunmasına nail oldular. Yaz sessiyasında da eyni siyasət davam edəcəyi gözlənilir. Aydın Əhməd müəllim, çox sağ olun, təşəkkür edirik. Mən təşəkkür edirəm, sağ olun. Əziz tamaşaçılar, hüquq müdafiəçisi Əhməd Şahidov bizim qonağımız idi. Fransadan, Strasburqdan bağlandı və Aşvanın yaz sessiyası ilə bağlı fikirlərini, şərhlərini və ümumi gözləntiləri bizə təqdim etmiş oldu. Əziz tamaşaçılar, bir daha təşəkkürümüzü bildirir və buraxılır.